Salam, hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, hər birinizi gündəm verilişində salamlayırıq. Bugün diqqət mərkəzində Ukrayna cəbhəsində son saatlarda yaşanan gərginlik və Prezident Volodimir Zelenskinin orduda verdiyi təcili göstərişdir. Kiyevin hərbi komandanlığa göndərdiyi yeni əmrlər Rusiya-Ukrayna müharibəsində vəziyyətin kritik mərhələyə daxil olduğunu göstərir. Tərəflərin həm cəbhə xəttində, həm də diplomatik sahədə artan aktivliyi Kreml üçün hansı təhlükələri yaradır? Zelenskinin son tapşırığı taktiki müdafiə hazırlığıdır, yoxsa qarşıdakı günlərdə mümkün geniş miqyaslı əməliyyatların siqnalı? Bu suallar ətrafında bugün müzakirə aparacağıq. Qonağımız politoloq Məhəmməd Əsədullahzadədir. Xoş gördük Məhəmməd bəy. Məhəmməd bəy, Zelenskinin orduda təcili hazırlıq tapşırığı verməsi Rusiyanın mövcud hərbi vəziyyətini dəyişə biləcək addımdır, yoxsa bu daha çox psixoloji üstünlük əldə etməyə yönəlik siyasi mesajdır? Bilirsiniz, ötən gün Rusiya prezidenti də gizli şəkildə hərbi səfərbərlik barədə sərəncam imzaladı və ehtiyatda olan hərbiçilər, həmçinin rezervistlər orduya cəlb edilir və göründüyü kimi Ukraynada buna cavab olaraq preventiv addımlar atır və Ukrayna prezidenti Zelenski də ordunu komplektləşdirir, onların müdafiə və hücum əməliyyatları üçün hazırlıq planı hazırlayır. Yəni göründüyü kimi hər iki tərəf demək olar ki, sülh və atəşkəs danışıqları aparıldığı bir fonda hər iki tərəf bir növ bir-birlərinə qarşı güc nümayiş etdirir və öz ehtiyat qüvvələrini, hücum briqadalarını və bununla bağlı planlarını nümayiş etdirir. Həm Ukrayna, Rusiya, həmçinin Rusiyada Ukrayna və Qərbə və tərəflər də burada məhz danışıqlar masasında üstünlüyü əldə etmək üçün bu planı həyata keçirirlər. Hazırda bilirsiniz ki, Avropa Birliyi və ABŞ-ın da birgə hazırladığı 20 müddətdən ibarət atəşkəs planı var və bu Rusiya təqdim olunacaq. Rusiyanın Ukraynaya təhlükəsizlik qarantisi ilə bağlı da bir planı var. Onu da ABŞ-a təqdim edim. Yəni göründüyü kimi tərəflər bir tərəfdə diplomatik masada danışıqlar aparır, öz təkliflərini verirlər və bir tərəfdən də cəbhə xəttində möhkəmlənirlər. Və düşünürəm ki, hər atəşkəsin baş verməsi də gözlənilmir, müharibə davam edəcək. Rusiya da öz ordusunu kompleksləşdirir, həmçinin Ukraynada hərbi əməliyyatların daha da intensiv şəkildə aparılacağı gözlənilir. Artıq Ukrayna Kupianski və onun digər şəhərlərini işğaldan azad edib. Rusiya da bir tərəfdən Pakrovsk və Zaporojye istiqamətində Ukrayna qüvvələrini sıxışdırmağa çalışır, hücum əməliyyatları həyata keçirilir. Yəni düşünürəm ki, Volodimir Zelenski Böyük Britaniyada keçirilən görüşdən sonra yeni hücum istiqamətində də yeni planlar var və bu hücuma görünür Almaniyada, həmçinin Böyük Britaniyada və Fransada ciddi dəstək verəcək. Çünki Rusiyanın danışıqlar masasında güzəştə getmək üçün ən ideal variant Rusiyaya qarşı hərbi təzyiqlər artırmaq və hücum əməliyyatlarını genişləndirməkdir. Görülür, yeni silah partiyaları verilib Ukraynaya və Ukrayna geniş miqyaslı Rusiya qüvvələrinə qarşı şərq cəbhəsində zərbələr endiriləcək. Çünki bu zərbələr olmadan danışıqlar masasında Ukraynanın mövqeyi zəifdir. Çünki Amerika Birləşmiş Ştatları Ukraynaya birbaşa hərbi yardımı dayandırıb, NATO ölkələri pulla silahları alırlar və ABŞ-ın da Ukraynaya ciddi şəkildə siyasi təzyiqləri həyata keçirilir. Belə olan fonda təbii ki, Avropa ölkələri Ukraynanı tək qoya bilməz, Zelenskiyə ciddi dəstək verilməlidir və Trumpı da fakt qarşısına qoymaq üçün Ukraynanın hücum əməliyyat planı hazırlanır. Çünki həm Trump, həmçinin Putinə Avropa göstərmək istəyir ki, Ukrayna döyüşür və döyüş qabiliyyətli ordusu var və hücum əməliyyatlarını da həyata keçirmək iqtidarındadır. Yəni proses bundan ibarətdir.
Təşəkkür edirik Məhəmməd bəy, minnətdarıq sizə, çox sağ olun. Sağ olun. Beləliklə, bugün Ukrayna liderinin orduda verdiyi son əmrin həm cəbhədəki vəziyyətə, həm də Moskvanın strateji davranışına mümkün təsirlərini nəzərdən keçirdik. Qarşıdakı günlərdə həm Kiyevin addımlarını, həm də Rusiyanın verəcəyi reaksiyanı diqqətlə izləyəcəyik. Sağ olun, gündəmdə qalın.